Rəşidlə cəb yoxdur. Link attım bundan qırpa. Yox, link atmamışam. Link attım. WhatsApp bir iş yoxdur. Buradan çıxacam. Çox da olmasın. Burada da iş yoxdur. Whiteboard'a keçərik. Deməli, başlayaq. O sonunda baxaq. Gözücü. Hə, bundan danışmışdıq. Maşallah, hamı yazıb. Tamam, stringdən yazıb. Bayan n sıfırsa sıfır. Bunu niye yazmışsan yani? İzah edebilirsen. Həm, orada elə bir dəqiqə sual çıxır. Necə? Həm də sual çıxır. Sual şərtində deyir ki, bu ədədin içinə 5 var, onu saymaq lazımdır. Bizə necə? Yəni... Aha, işdirəm. Mən orada elə bir ikinci hansı x bərabər n bərabərlə istəsə, elə bir sıfırın içinə orada 5-in sayısı olsun, yəni 0 5 olmalıca, onca sıfırı həm elə bir çap edib, elə qeyd edib, sonra bitirmək lazım, onu eləmişəm. Okey, amma məsələn, birin içində də şey yoxdur da, yəni birin içində də 5 yoxdur da, niyə 1 ifləmədin, ancaq 0 iflədin? Mən 0, elə 0, 1-ə rəqəmlə ədəd fərqi var, ona görə. Biz sən nə nəzərdə tuturam? Yəni, düzdür. Bəzi suallarda indi görəcəyik. 0-a ifləməyimiz lazım olacaq. Nə yalan deyim? Yəni, o sualları görəcəyik. Amma bu suallardan biri deyil də. Yəni, burada sadəcə bu bəs eləyir. Niyə? Çünki bunu yazmasan belə, bu while-ın içinə girməyəcək. Niyə? Çünki 0, n 0 olsa, 0 böyüdürmü 0-dan deyil. Bu while-a girməyəcək. Direkt say verəcək. Say da 0-dır. Yəni, direkt əslində burada 0 verdiyin 0 olsa burada verəcək. Tamam. Düzdür. Bəzi suallarda lazım olacaq. Amma bunu həqiqətən özün mü yazmışsan bu kodu? Kömək almadan. Mən elə bir yazmışam kompilerdə. Kompiler görüm alınmadı. Sonra izahın soruşmasını elə verdim mənə. O formada. Okey. Dediyim kimi, yəni onsuz da onu başa düşürəm. Yəni başa düşdüyümdən soruşuram. Yəni düzdür, yəni şey olaraq qınamıram yazmağa görə və help almağa görə. Orada deyiləm, yəni məqsədim o deyil. Sadəcə məsələn bunu belə məndən soruşsaydın, əslində sevinərdim ki, yəni niyə müəllim biz bunu yazmağa kimisindən bir sual eşitsəydim, çox sevinərdim. Belə də ki, qalanından başa düşmüsən, yəni mənim izahıma ehtiyac varmı? Mən xeyr, orası başa düşmüşəm. Tamam. Sonra və suala. Salam müəllim. Salam Rəşid. B sualı. Sədiyyənin səhvi var. Baxaq. Hamısı tək ədədlər. 1-dən 8-ə, məsələn 1-dən n-ə qədər ancaq tək ədədlərə çıxışa verməyimiz istənilir. Tamam, hamı yazıb. Kodlarınıza baxacağım tez. For-la yazmısan, tamam. Rəşid ehtiyac yoxdur, bala bu boyda define-a. Yox, mən sıfırdan yazmıram da. Bilirəm. Belə hər sualda define-ı şeydən kənarda yaz. Tamam. Sədiyyər. Bəmən. Define kənarda yazılır. n böyüdür, bərabərdir i olana qədər davam elə. Hər dəfə i ver, i-ni 2% artır. Niyə 60% verib bala? Hə, orada bərabər yoxdur son şərtində. Qədər deyir, yoxsa less than bərabər ola bilməz. Okay, problem buradadır. Bərabər ola bilməz. Yox, ola bilməz. Yəni son şərtlə less deyir. Onun üçün bərabər olmayacaq. Vəssalam. Qalan hər şeyin düzdür. Tamam? Bəli. Bu arada uşaqlar, hər sualı yazmamışdan qabaq soruşacağam. Bu sual while sualıdır, for sualıdır.
Yəni çoxluq olaraq, asanlıq olaraq. A sualı, bayaqki sualımız. For For. birinci sual, A sualı. 5 dənə sayını tapın. A. While. While'dır. B sualı. For sualıdır, while sualıdır. For. Aysa, bu for sualıdır. C. All okay. For sualıdır, while sualıdır. For. For sualıdır. Yəni artıq ümid edirəm ki, yəni məntiqi başa düşürsüz. Yəni bir ədədlər üzərində davamlılıq məsələsi varsa, for sualıdır. Y. Timer. Nə sualıdır? For, while. For. For. Düzdür. For. Amma səhvlərimizə baxaq. Ayan 5 dəfə səhv verib. Nə alırsan? Ayan. İ'ni burada tanıdmağa ehtiyac yoxdur, əgər bunun içində tanıdırsansa. Tamam. Hamımıza bir şey olsun. Yəni i'ni burada tanıdmaq lazım deyil. N'dən başladın 0-10-a qədər düşürsən hər dəfə. Nə eləmirsən? Endl vermirsən ki, növbəti sətrə düşsün. Aydındır? Endl. Yəni siyahut endl qalıb. Bax. Ve bu sıra çalışmışam iyi. Sonra onu yazmışam. Onu sonra bir de yazmalıyım. Bir də eşitmədim. Forda sonra bir de sonra yazmışam. Ondan sonra bir de yazmalıyım. Aynen vallahi eşitmirəm. Məndə də problem deyəsən. Aha, bir də. Ben scout yazmışam ilk önce. Aha. Forda sonra bir scout yazmalıyım. Ondan sonra bir de scout yazmalıyım. Bir də siyahut yazmalısan deyəndə ki, mən bunu nəzərdə tuturam. Bax, bunu bir dənə gözlər. 10 olanda məsələn run eləsək. Bax, özün problemi görəcəksən aslında. Görsən hamısı yan-yana verir. Nə eləməlisən? Bir dənə endo. Onun üçün yəni kodu run edeyim uşaqlar. Bax, görsən bir dənə run eləməyimlə kodun səhvi o dəqiqə göründü. Gördün? Hər şey düzəldi. Aydındır? Sonra sədiyyərin problemi. Koduna baxaq. For sualdır. A'dan A'nı götürmüsən. Define barda yaz. Bilirəm, bayaq dediyimə görədir, amma endl-da yazmısan, boşluq qoymamısan. Gəl sən də məsələn run edək. Başa səhv tapmanın ən rahat yolu run eləməkdir. Yəni gözlə görünmür. Bax görsən birləşik yazılıb, amma sualın şərtinə qayıtsan, görəcəksən ki, nə var? Aralıdır. Gördün? Run eləməsən, onu tapmaq çətin məsələdir, baba. Tamam. Başa düşdüysə deyə. Bəli. Qəşəng. Sonra F. Davam. Bu sualı dərsdə izah elədim deyəsən, düzdür? Olsun, bir dənə həllə baxaq. F. Nədir? Rəqəmlərini tapdın. Desən rekorddan baxmısan bunu, düzdür? A, B, define var. Define barda yaz. 1, 1, 1, 1'dirsə, siyahut i, endl yazmamalısan bir dənə. Tək problem budur. Bəlkə mən kodda səhvən yazmışam. Məndəki bəxtə bax, hər səhvlərim də boş səhvlər deməli. Bax, deyil də uşaqlar, bax, yenə koddur. Bilməm, bu kodu harda yazırsınız? Kodu run edirəm. Çox uzatmayacağım. Yəni ümid edirəm ki, 5-6 dənə də olsa çıxardı ortaya. Bax, özün görəcəksən problemi. Hamısı alt-alta verir. Yəni uşaqlar, səhvlərimiz məntiq səhvi falan deyil la. Yəni məntiq səhvi olsa deyirəm ki, hə, whiteboardda gedək, başlayaq izah eləməyə falan. Ehtiyac yoxdur. Yəni tək bir dənə runlıq bir runa düzələcək səhvlərdir. Bir dəfə run eləsəz özünüz görəcəksiniz ki, səhviniz hardadır. Mən deməyimə heç ehtiyac olmayacaq. Burada bizə endless istəmir, dəvəndim. Bəli. G. Armstrong ədədi. Armstrong ədədi odur ki, ədədin rəqəmlərinin üstü 4-dür. Yəni məsələn T1, T2 ədədin rəqəmlərini elə T1, T2 kimi tapsaz, T1 üstü 4, üstə gəl T2 üstü 4. Bu şəkildə yəni 4 dənəsinin cəmi təzədən n-in özünə bərabər olmalıdır. Yəni ədədin özünə. Onda elə bu kodun üstünə gəl biraz dəyişiklik eləyək. Nə olmalıdır? Baxıram. LL new num deyək qısaca. Bu nəyə bərabər olmalıdır? T1 üstü 4-ə, yəni T1 vur T1 ya da power-la yazaq, yəni power-la bir şey olmaz. T1 üstü 4 üstə gəl power
Yəni bu şəkildə hamısı üçün yazmalıyıq. Sonra kopyalayaq, yapışdıraq. Tamam. Bu olacaq 4, bu olacaq 2, bu da olacaq 3. Bu new number nəyə bərabər olmalıdır? New number bərabər olmalı nəyə? Bizim başlanğıcdakı i ədədinə. Düzdür? Yəni axı i-nin rəqəmlərini tapmışam. Onda nə? Siyat bizə nə deyir? Adam və ya Armstronglar single line, bax tək sətirdə ver, yəni boşluqla ver. Siyat i boşluq. Yenə bunu run eləyə görə nəsə tapacaqmı? Nəsəfdir? Düz, bu səhv deyil, amma mən burada görəndə əsəbləşirəm. Define energy. Split nə yazırsan baba? Bits nə niyə işləmirsən? Smash. Mən məsələn birini tapdı. Elə çox yoxdur onsuz da. Tamam. Başa düşdüysə, səhv yəni də ki, ümumda başa düşdün. Okeydirmi? Nə deməli? Başa düşdün nə etdiyimizi? Bəli. Yəni A'dan B'yə kimi gedirik, rəqəmlərinin üstü 4-ünü cəmləyirik və onu çıxışa veririk. Sonra hətta gəl maraqlıdırsa görək ümumilikdə neçə Armstrong ədədimiz var? 4 rəqəmli. 1000-dən 9999-a kimi gedək. Məncə 5 dənə falan olmalı. Yəni 3 dənəymiş. Totalda 3 dənə Armstrong ədədimiz var uşaqlar. Biləsiz. Tablara fikir verin uşaqlar. Kod daha səhifəli onda daha yaxşıdır. Sonra tamam. Yavaşlamayaq. H for sualdı, while sualdı. For sualdı. Kim dedisə düz dedi. Hardan bilirəm for sualdı? Çünki baxın nə deyək. While üçün Bizə lazım olan şeylər verdilərdə onsuz. Eləlin sinin for int y0-dan i kiçikdir, yəni i++. By the way, mən bunu heç deməmişəm sizə, gəl. Bunu tez izah edeyim nəyi. Uşaqlar, mən indiyə kimi forlarımızda 1-dən n-ə qədər, yəni kiçikdir, bərabərdir i yazırdıq, düzdür? Bu totalda neçə dövr gedir? Bilir ki, n-ə dövr gedir, yəni 1-dən n-ə qədər n dəfə operasiya kimi run edir, düzdür? Yəni siz bunun içinə 1-dən bərabərdir n-ə qədər geçsəz, bu sizə, yəni hər hansısa bir şey içinə n dəfə təkrarlayacaq, düzdür? Yəni adi hashtag verməyə yoxdur. Nə baş verəcək? Siz bura 10 yazsaz, bu sizə 10 dənə hashtag verəcək. Yəni, bu qədər sadə. Bir saniyə. Mən başa düşdüm. Aha, yaxşı. İndi belə bir sual. Sizcə, mən buradakı hər iki ədədi bir dənə azaltsam, yəni 1-i 0 eləsəm, burada n-1 yazsam, yenə neçə dəfə dövr gedər? 10. Hamı bu fikirdədir, yəni hamı o Mən bir də fikirdədir. göstərim. Bayaq 1 n idi, indi 0 n-1 yazmışam. Bu nə deməkdir? Mən bir Yenə də uşaqlar BD-də n dəfə dövr gedəcək də, düzdür? Yəni bunu şey kimi düşünə bilərsiniz. Bu şəkildə düşünə bilərsiniz. Yəni 1-dən n-ə qədər gedirdiniz. İndi hər elementdən bir dənə 1 çıxın əslində. Alacaqsınız nə? 0, 1, yəni burada 2 idisə oldu 1, 3 idisə oldu 2, n idisə oldu n-1. Burada da n ədəd var idisə, burada da n ədəd var. Düzdür? Yəni bu niyə görə deyirəm? Gələcəkdə inşallah biraz sonra massiv falan keçəndə adətən 1-dən yox 0-dan olandan istifadə edəcəyik. Və ona görə bunu bilməyiniz, yəni bunun niyə işlədiyini bilməyiniz yaxşı olar. Və bunu da son olaraq deyək ki,
i kiçikdir bərabərdir n-1. i kiçikdir sadəcə n ilə eyni şeydir. Tamam, yəni bu ikisi tamamilə eyni şeydir. Yəni de ki n 10 olanda düşünün bir ədəd ya kiçikdir bərabər 9-dur ya da i sadəcə kiçikdir 10-dur. Baxın, onsuz da yəni ən özü də görə bilərsiniz, kritik məqam 9 ilə 10-dur. Hər ikisi üçün də düz ödür. Yəni 9 hər ikisi üçün də yes-dir, i-nin 9 olmalı. 10 üçün də hər ikisi üçün də no-dur. Tamam? Yəni bu şərtlərdə eynidir. Amma mən yuxarıdakı daha yaxşıdır da. Daha nədir? Yuxarıdakı daha yaxşıdır. Asandır. Yox, yaxşıdır bu yaxın. Bu Yəni daha çox yerdə istifadə edə bilərik. yox əslində, yəni eyni şeydir. Yəni fərq yoxdur. Yəni bunu hara yazsaz eyni şeyi burada yaza bilərsiniz və ya bunu yazsaz eyni şeyi burada yaza bilərsiniz. Aydındır? Sadəcə məsələn dediyim kimi bu daha uzun bir şeydir deyə bunun əvəzinə mən bunu yazacağam indi. Yəni baxaq. Yəni i sadəcə kiçikdir n yazacağam. Kiçikdir n. Yəni yenə nədir bu? N dəfə dövr edən bir fordur. Yəni mənə bir şeyi, bir operasiyanı n dəfə eləmək lazımdırsa, bunu ilə eləsəm bəs edir. Yəni i'ləri də çıxışa verək, rahat görək. Heç dəfə əvəzinə i verək. Heç şey yazmıram. Boşluq qoymuram, bir şey versin. Gördünüz, 0-dan 9-a kimi ədəddir. Yəni n-ə qədər, 10-a qədər. Aydındırmı? Bəli. Qəşəng. Bəli. Tamam, n dəfə operasiya istəyir. Nə edəcəm? For qrup içinə sadəcə hashtag verməyini istəyəcəm. Aydındırmı? Bəli. Çətin sual deyil, Sədiyar. Bu niyə yaza bilməmsən, bilmirəm. i əvvəlki ədəd. Həm o hashtaglərə gördüm, çaşdım biraz. Aha. Əvvəlki ədəd. Deyir ki, bir dənə n ədədi verilir. Bu n ədədindən əvvəl gələn 5-ə bölünən bir ədədi tap. Tamam. Bir n ədədimiz var. N-dən əvvəl gəlsin və 5-ə bölünsün. Mənim Mənim bildim mən. Orada sual mənası mən səhv başa düşmüşdüm. görüm. Bayağı səhv başa düşmüsən. Tamam. Okey. Sonra J sualı. Maşallah hamı yaza gedib. J sualına nə istəyir? Bir də ona da baxaq. For nə əlaqəsi? Və bu sual nə deyir? Deyir ki, rəqəmləri fərqli olsun. Aha. Deyir ki, A-dan B-yə kimi 3 rəqəmli ədədlərdir. Elə rəqəmləri çıxışa ver ki, rəqəmləri fərqli olsun. Məsələn, 1, 0, 2. Sən 1, 1, 1-i verə 0, 1-i verə bilməzsən. Niyə? Çünki 2 dənə 1 var. Tamam. Onu eləyək. Bir dənə for götürək. A-dan getsin B-yə qədər. Yəni, foru yazaq. 3 dənə rəqəmini tapaq. T1-i, T2-ni, T3-ü. Düzdür? Sonra baxaq ki, if-lə ki, əgər T1 T2-dən fərqlidir, T2 T3-dən və T1 T3-dən fərqlidirsə, 3 dənə şərtlə. O zaman deməli rəqəmləri fərqlidir və onu çıxışa ver. Aydındır? Bəli. Kodunu yazaqmı? Yazmayacağam, amma birin kodunu göstərək. Məsələn, Ayanın kodunu göstərək. Ayan, bu sual niyə 2 dəfə yazmısan? Mən sual təkrarını taşıma əlimdə idi. Ona görə gedirəm ona. Tamam. Bax, bundan söhbət gedir. X, Y-dən fərqlidirsə, Ayan, bu kodu da özün yazmısan. Mən bəli. Çox az uşaq Mən görürəm ki, anladım. bundan istifadə eləsin. Ona görə deyirəm. Mən o hissən, həmən biz əvvəlki məktəbimizə elə soru edirik. Mən əvvəlki məktəbə keçirdim, ona görə. Okay. Elə soru, mənim biz elə deyil. Ona görə. Qısa. Kimindir müəllim? Kim olub müəllim? Bəlkə tanıyıram. Mən Ülkər müəllim. Ülkər müəllim, bizim müəllim. Bir də Əbifəz. O ikisini. Bir də kim? Əbifəz müəllim, Ülkər müəllim. Əbifəz müəllim, bir dəqiqə. Ruslan müəllim, Ruslan müəllim. Qarışdırdım. İkisini tanıyıram, yox şey deyil. Belə.
Sədər, qarnında nəsə var? Bayaq dediyim kimi rəqəmlərini tapdın və fərqliliyini yoxladın. Bu qədər. Başa düşdüm. Sual şərtini tam oxu. Oxumursan. K-nı demişdim, hələ baxmayın. Zaten baxmayın. Yazmayın. Hələ yazmayın, hələ tezdə. Yəni yaza biləcək şeydəsiz, baxın. Nə yalan deyim, yəni yaza biləcək potensial var bu dəqiqə. Amma çətin gələcək. Hələ ki qos sadələrinə baxaq, lazım olar baxarıq. L hamı yazıb, M. Niyə yazmamısan? İlk 3 dənə tam kvadrat ədədlərimizi verməyimiz istənilir. Baxın, tam kvadrat yəni ədədin şeylərini verək də, kvadratdan verək. Bilir. Baxaq. Belə düşünək ki, mən de ki, ədədin tam kvadratlarını yox, ədədin özünü vermək istəsəm, yəni ilk 3 dənə ədədi vermək istəsəm, nə etməliyəm? Bir dənə adi for, i2 bərabər n, i++, düzdür? Siyahut i desəm, i boşluq, yəni 1, 2 nə edəcək? Hətta 5 yazaq. 1-dən 5-ə kimi ədədləri verəcək mənə, düzdür? Yəni sadə bir koddur da, düzdür? Bəli. İndi mən i-nin əvəzinə i vur i çıxışa versəm, indi nə baş verəcək? Ədədin kvadratlarını verəcək. En neçə olur olsun düz işləyəcək. 4 olsa 4 üçün, 100 olsa 100 üçün, 10.000 olsa 10.000 üçün. Okey? Yəni belə də çox çətin düşünməyə ehtiyac yoxdur. Orada siyahı sadəcə i-vur yazsaydım düz olardı bəlkə. Bəli. Bəlkə yox, elə düz olardı. N-i maşallah hamı yazıb. Son şərtini nə istəyir? Aha. O tərs. Ben yazarım. Tərsdən, aysa tərsdən istəyir. Nə etməliyik? Bayaq bizim keçən dərs danışdığımız məsələdir. Yəni bizim while-la bölon, faizon, bölon, faizon eləməyimiz, faizon, bölon eləməyimiz onsuz da bu operasiyanı yerinə yetirir. Yəni ədədləri sondan başlayır. Məsələn 123-ü. Faiz onu 3'ü verir. Bölon 3'ü silir. Faiz 12'ni verir. Sonra bölon 2'ni silir. Faiz 11 verir. Sonra bölon 1'i silir. Dolayı yolla 3, 2, 1 çıxışa verir. Bunu xatırladıq mı keçən dərsdən? Tamam, qəşəng. Bu proseslə davam etsə yaza bilirik. Sən yazdığın, yəni birinci elədiyin səhv, yəqin ki özün başa düşmüsən onu. Sadəcə üstündən bir keçim. Yəni sadəcə bir də 3 rəqəmli üçün işləyir. Amma şey elədikcə artıq nə baş verir? While-a saldıqca bütün rəqəmlər üçün işləməyə başlayacaq. Sonra o sualı, o da artıq maraqlı bir məqam var böyük ehtimal. Sualın şərti nədir acaba? Bir də ədəd verilir. Ədədin tək rəqəmlərinin hasilini tapmaq istəyir bizdən. Məsələn, 327-nin içində 3 ilə 7 tək ədəddir. Dolayı yolla 3 vur 7 bizə 21 verir. Və Orada tək ədədlərin hasilini tapırıq. Necə? Orada tək ədədlərin hasilini tapırıq biz. Aha, 3 ilə 7-nin hasili bizə 21 verir. Yox, deyək ki, həyatda da ədədin içində heç tək rəqəm yoxdur, onda da mənfi 1 verəcəyik. Amma baxın uşaqlar, ədəd neçə rəqəmlidir bilinmir. Yəni 3 rəqəmlinin kodunu yazmaq bura sərf eləməyəcək. Düzdür? Yəni ola bilər ki, bu 7 rəqəmli olsun, ola bilər 9 rəqəmli olsun, bilinmir. Səhvə baxmaq var. I vur S. I vur S nə olacaq? Bir dəqiqə. Birinci de ya da sonuncu da hərf neşə olmuş onları. Sən sadəcə birinci və sonuncu başa düşürsən. Ben birinci ve sonuncu da hastamasın olduğunu bilmişim. Uşaqlar, Sonransam. son şərtini oxuyanda başa düşmürük ki bunu. Azərbaycan dilində tərcüməsi də yoxdur ki, Azərbaycanca qoyun bunları. Nə bilim. Yəni translate eləyin uşaqlar. Baxın, translate özəlliyi var. Avtomatik səhifəni translate eləyir. Ədədin tək rəqəmlərinin hasilini hesablayın. Bu qədər. Yəni bir ədədin tək rəqəminin hasilini. Yəni translate eləyin. Gördünüz ki, başa düşmürsünüz. Translate eləyin misalda.
Tamam. Yaxşı. İndi başa düşdük sualın şərtini. Onda nə etmək olar? Necə eləyək ki, yazaq? Faiz 2 ilə birinci hesaba bilərik. Necə? Onu bir deyək. Faiz 2 ilə bilərik. Orada T1, T2 parçalayırıq da mən. Belə, T1, T2 kimi parçalama ola sərf eləsəydik, bir aralığa baxsaydın sərf eləyərdi. Amma sən indi aralığa baxmırsan axı. Bax. Aha. Ki, hər bir rəqəmə baxıb yoxlayırıq ki, təkdir yoxsa cütdür. Cütdürsə, onda ki, bir dənə şey eləyəcək də, n eləyəcək, ona vuracaq. Aysa. Bax, belə uşaqlar. Bir dənə əvvəl bunu yazaq. N böl bərabər 10 siyahut k. N də qoyaqlar. Bu kodu bayaq ki sualdan bilirik artıq. Neyini bu? Ədədin rəqəmlərini tərs sırayla çıxışa verir. Düzdür? Tamam. Gəlin belə mərhələ getmək istəyirəm ki, birdən belə qarışmasın fikrimiz. Bir dənə hasil adına dəyişən yaradaq. Ya da h deyək də qısaca. Olsun bir. Mən nə edəcəm? Baxacam ki, indi baxdığım k ədədi, yəni ədədin son rəqəmi k faiz 2 1-dirsə, deməli ədəd təkdir də, düzdür? Rəqəm təkdir. Onda h vur bərabərdir k. Yəni h hər neçədirsə indi, onu k-ya vur. Tamam. Məsələn 5 vur 3 15, 15 vur. Daha sonra 3 vur sonra da 5 eləyəcək səhv eləmirəmsə 75, düzdür? Və k-nı artıq çıxışa vermə, ən sonunda mənə h-ı çıxışa ver. Bu mənə sizcə düz işləyəcəkmi? Orada hasilini istəyirəm mən. Mən nə səhv yazdım? Bir dəqiqə, özümün səhvimi görmürəm. Bir dəqiqə. 5 vur 3. 7 də var idi. Bir dəqiqə, düz işlədi əslində. Bir dəqiqə. Yəni düzdür də elə. Daha hasil 525 eləyir. Hə, düzdür. Mən az hesabladım bayaq. Tamam. Okey uşaqlar, bu düz hesabladı. Tamam. Bunu başa düşürük. Yaxşı, bəs niyə mənfi bir halı da var idi axı sualın şərtində? Mən elə bir şey də deyirdi axı. Deyir ki, əgər mümkün deyilsə, ədədin içində tək rəqəm yoxdursa, mənfi 1 ver. Yaxşı, mən neyniyim bəs? Necə bilim ki, ədədin içində tək rəqəm var ya yoxdur? Mən deyim. Yazmısan da Rəşid, düzdür? Bəli. Hiss elədim. Digərləri Rəşiddən başqa yazmayanlar, nə fikirləşirsiniz? Necə eləyək ki, bilək ki, ədədin içində tək rəqəm varmı, yoxmu? Müəllim, bir-bir yoxlamaqdan olardı. Onsuz bir-bir yoxlayırıq da, düzdür, hal-hazırda. Bəli. Ya mən sadəcə nə... Faiz 2 ilə verdim. Onsuz deyirəm də, edirik də bunu. Əslində koda baxın. Kodun içində edirik. Bir dənə count götürək. Count olsun 0. Hər tək rəqəm görəndə hasilə vuranlar da həm də count-u artıraq. Bu mənə nə edəcək? Mən dolar yolundan həm də tapıram ki, ədədin içində tək rəqəm var. Düzdür? Yəni, kod buna edir də, düzdür? Yəni, baxır ki, tək rəqəmcə count-u artır. Əgər count hələ də 0-dırsa, deməli, ədədin içində tək rəqəm yoxdur. Get siyahut mənfi 1 ver. Yox, deyək ki, deyilsə, yəni müəyyən qədər ədəd varsa, onda da get h ver. Aydınmı uşaqlar? Neynə deyim? Kiməsə qaynanan nəsə qaldı? Yəni, sualı çox qəlizləşdirməyin ağlınızda. Sadə yolla düşünün ki, mənə nə istəyir? Tək rəqəm yoxdursa, bax, özü deyir, tək rəqəm yoxdursa. Necə edeyim ki, tək rəqəmləri sayım? Bir dənə count yaratdım, gedirəm, sayıram. Vəssalam. Rəşid, ümid edirəm ki, bunu deyəcəkdin. Bəli. Aha. O, P, Q, R-də içimin problemi yoxdur. S-də Rafiqin problemi var. 2-yə, 3-ə, 5-ə bölünməyən ən kiçik ədəd. Bir dənə n ədədi var. N-dən sonra gələn 2-yə, 3-ə, 5-ə bölünməyən ədədi tapmamız istənilir. Time limit verib sənə. Bax, problem buradadır.
Hə, biz hələ ki şeyi bilmirik. Break-lə continue bilmirik deyə, hə, burada bir səhvim var. Digərləri necə yazıb? Sizin kodunuza baxaq. Desən break-i bilirdin. Ben kesmişim ama özür. Bax, mənim əslində istədiyim kod budur biraz. Bunu yazmağınızı gözləyirəm. Amma yəni də bu da düzdür əslində. Break-li olan da düzdür. Aha. Break nə işlər ki? Onu deyəcəm. Evet. Deməmişəm. Kesin heç deməmişəm. Çünki bir dəfə hamısını demək istəmirəm. Gəlin break-i indi izah edeyim. Onsa bu izah edəcəklərimin sırasında o da var idi. Gəlin break-i izah edək, sonra bu suala baxaq. Break nədir uşaqlar? Bəzən ola bilər ki, məsələn biz bir for yazırıq. Int sıfırdan i kiçik də n-ə i++. N-in əvəzinə gələn hazır ədəd yazaq. Deyək ki, 100-ə kimi. Cout i desəm, hamımız bilirik ki, artıq 1-dən 100-ə kimi ədədləri yenə çıxışa verəcək. Amma məsələn, bəzən ola bilər ki, mən deyim ki, əgər i bərabərdirsə, atıram 56-ya, break elə. Tamam. Break nədir uşaqlar? Dur. Yəni, foru durdur. Yəni, bu forun artıq davamına getmə. Bir də deyəm. Ben meselesi dediniz ya. Məsələn, inputun önəmi yoxdur. Artıq nə baş verəcək? 56-nı verəndən sonra duracaq. Aydındır? Tamam, Rafiq. Məsələn, bu bizə hansı hallarda lazımdır? Yəni, deyək ki, bu nəyə önəmi var? Və bu hallarda önəmi var. Sən cavabı tapmısan da, düzdür? Yəni, kodun açılsın. Cavabı tapıb i-ni çıxışa vermirsən. Amma sən break yazmamısan deyə, bu haçan duracaq. Haçan durmalı olduğunu bilmir axı. Düzdür? Nə şərt var burada, nə bir şey var. Düzdür? Ona görə də break yazmalısın. Tamam. Ora break əvəzinə return 0 yaza bilərik. Soruşan kimdir Bu da bunu? yəni Rafik, düzdür, olar. Return 0 da yazmaq olar. Amma o da bir ayrı dərs mövzusudur deyə, tamam. Ona indilik də hələ ki break yazaq bura. Return 0 da əslində düzdür. Oraya yazmaq olar. Sonra gələk continue-ya. Continue nədir? Yaxşı. Break-dən danışdıq, continue-dən də danışaq. Uşaqlar, break tam durdurur. Amma continue uşaqlar, baxın, continue yazmamışdan qabaq, gəlin bu kodun bir dənə break versiyasına baxaq. Baxın, if-i yuxarı alsam nə baş verəcək? If-i belə də siyahdan yuxarı qoysam 56, baxın, bayaq vermişdi. İndi 56-nı verməmiş break elədiyimiz üçün siyahut 56 eləyə bilmədi. Bunu başa düşürük hamı? Niyəsini başa düşürük? Ben. Dəqiq. Bəli. İndi baxın, mən bura break əvəzinə continue yazsam. Baxın, continue sanki belə düşünür. Biz nə demişdik əvvəllər? Baxın, sanki for while üçün biz belə bir şey yazırdıq da. While bir şərt var. Qısaca şərt yazacağam mötərizədə. De ki, algoritm, yəni kodumuz yuxarıdan başlayır, gəlir, şərti yoxluyur. Şərt düzdürsə içərini elə gedir. Axıra çatanda qayıdır əvvələ. Düzdür? Baxın, break, yəni break yazacağam qısaca. Break göründüsə, yəni run olursa, bu direkt 6 boş verir. Şərti də boş verir. Direkt gedir hara? Bitişə. Yəni bitdi, qurtardı məntiqi. Yəni kodun davamını gedir. Amma continue, yəni biz əgər continue gördüksə, continue belə bu hissəni boş verir. Direkt qayıdır şərtə. Yəni continue'dan altdan nə varsa o hissənin üstündən keçilir. Məsələn, deyirəm ki 56 gördün, continue elə. Yəni bu hissəyə baxma. Baxaq, indi run edirəm. 0-dan 100-ə kimi hamısını verdi. Fikir verin, 55-57. Neynədir? 56-nı vermədi. Çünki 56-da nə oldu? İ qalxdı, gəldi bura. Yəni dövür, bunu görmədi. Direkt qalxdı yuxarı. Aydındır?
Məsələn, mən bura bir dənə də or yazsam, or i bərabərdirsə, hətta i faiz 7-dirsə, i faiz 7 0-dırsa, yuxarı get. Baxın, 7-yə bölünənlərin heç birini vermədi. Hamısında üstündən keçdi. Aydındır? Bəli. Baxın, uşaqlar, bəzən uşaqlar deyir ki, müəllim, bəs biz bu kodu belə yaza şey silək, 56-ını silək, sadəcə i faiz 7-dirsə continue eləsin məsələsi. Bəzən uşaqlar deyirlər ki, müəllim, bəs biz bunu belə yaza bilərdikmi? Məsələn, bura if i faiz 7 nida bərabərdirsə 0-a, yəni bölünmürsə çıxışa ver. Bax, məsələn, belə bir kod yazsa, bayaqki eyni şeydir da, yəni yenə 7-yə bölünməyənləri çıxışa verəcək mənə. Amma, baxın, bayaqki ilə bunun arasındakı fərq odur ki, uşaqlar, bəzən ola bilər ki, bizim continue eləməyimiz üçün bir neçə səbəb olsun. Yəni, inşallah gələcək kodlarda belə kodlar görəcəyik. Məsələn, buna ən yaxşı nümunə belədir. Deyək ki, forun içində belə bir şey düşünün. If-in içində deyək ki, səbəb 1 varsa, yəni problemli səbəb varsa, problem 1 varsa, continue elə. Eyni prosesi deyək ki, bir neçə dəfə yazsaz, amma problem 2, problem 3 şəklində. Belə yazsaz, sonra da kodu yazsaz, deyək ki, nəsə, hər nədirsə, scout, i is okay, nə bilim, nəsə belə bir şey versəz, i is okay. Yəni, sırf nümunə vermək üçün bunu yazıram, normalda belə kod yoxdur. Belə bir şey yazsaz, uşaqlar, baxın, düz işləyəcək. Yəni, kod rahat görsənəcək və düz işləyəcək və belə də problemin nə olduqları da açıq-aydın görsənəcək. Amma məsələn, bunu bu şəkildə yox da, if-in içində yazsa, siz gərək if yazasınız. Sonra if-in içində bir də if yazasınız. Sonra if-in içində bir də if yazasınız. Ki, ta bir-bir onların içindən keçə-keçə problem olmadan gələsiniz. Aydındır? Yəni, sonra bunu burada yazasınız. Və düşünün ki, siz hələ bunları düşünün ki, siz hələ bunları bir şey eləməlisiniz. Belə deyək də, şərtlərini yazmalısınız və biraz çox kod qarışıq görsənəcək. Onun üçün continue bəzi hallarda çox işimizə yarayacaq. Aydındır? Bəli. Çox bölünəcək mövzu deyil break-lə continue. Yəni, biri break eləyir, bir də üstündən keçir, növbəti tura keçir. Amma overall-da pis işə yaramır. Sonra T-ni də yadımda demişdim ki, qaydarıq, sonra baxarıq. İndi də baxa bilərik. İndi də problemi yoxdur əslində baxmağımızda. Düşünək ki, uşaqlar, sualın şərti önəmi nədir? Baxın, bizə belə bir düstur verilir. Deyir ki, bu düstur hər zaman düzdür. Bizə deyir ki, sualın şərtində sənə verirəm V ilə eyni. Baxaq. Deyir sənə verirəm V ilə eyni. Tap F-i. İndi adi riyaziyyatdan bilirik ki, F burada nəyə bərabərdir? 2 üstə gəlinsin Y, çıxılsın V-dir də, düzdür? Hamımız bunu yəqin ki, riyaziyyatını tapa bilərik. Tamam? Bəli. Aha. Yəni, özünüz də baxsaq, məsələn, nə eləməliyik? 2 üstə gəl Y. Yox, bir dəqiqə, yerlərini səhv dedim. Birinci V, sonra Y verilir. Aha, birinci V'dir. Nə yazdıq? 2-nin üstünə bunu gəlib, bunu çıxmalıyam. Birinci V verilir. 12 üstə gəlir ki, 14. 14 çıx 8. Görürsünüz ki, nədir? 6-dır. 6 üstə gəl 2. Çıx 4. Görürsünüz ki, 4-dür. Yəni, uşaqlar, buradakı 2 o deməkdir ki, sanki nədir? Bu sualı sənə 2 dəfə verəcək. Aydındır? Yəni, bu sualı, yəni, ədədlərlə bayaq, hər zaman biz necə işləyirik? Sadəcə 2 ədəd verirdisə, 2 ədədi yazırdıq bura, kodu run edirdik, düzdür? Amma indi o deməkdir ki, həmin zaman sənə 2 ədəd verirdi və bir dənə cavab gözləyirdi. İndi sən onu 2 dəfə soruşacaq və 2 dəfə cavab gözləyəcək. Baxın, yəni hər sətrə uyğun bir dənə cavab gözləyir səndən. Sualın şərti eynidir.
dəyişən nədir? Sadəcə çoxlu test case var. Tamam? Başa düşülür burada nə nəzərdə tutulur? Müəllimə bir dənə şey soruşa bilərəm. Aha. İndi 2 input olandan sonra məsəl üçün 8, 12 yazdıq. Sırazu 6 çıxmalıdır, yoxsa bütün input yazandan sonra 6 ilə 4 çıxmalıdır? Onun heç bir fərqi yoxdur. İkisi də düzdür yəni. Onsuz da belə deyək də, biz indiyə hələ ki sadəcə hazır şeydən istifadə edirik. Baxın, yəni bura kopyalayırıq və burada run edirik. Amma əslində bu terminal belə işləməməlidir. Yəni biz əllə yazmalıyıq bunları bunun içinə. Və o da bizə normalda 1-1-10 cavabını verməlidir. Rəşid, sən dediyi və əsasən indi hələ ki kod blokusu keçməmişik də. Okey, amma belə hansının birinci, hansının axırıncı verildiyinin önəmi. Yəni belə sən dedikləri və əsasən bir fərq yoxdur əslində arada. Tamam? Yaxşı. Okey. Yaxşı, gəlin baxaq. Bax. Düşünün ki, sanki çoxlu test case yoxdur. Necə yazardıq sualı? Bizə V verilir və Y verilir, düzdür? Sonra bunu input almalıyıq. Tamam. Və cout-a nə verməliyik? 2 plus, unuttum. 2 plus Y çıx V. 2 plus Y çıx V. Düzdür? Birinci V verilirmiş. Bir dəqiqə, mən səhv dedim. Hadi, düz demişim. Tamam. Bizə bunu istəyir, düzdür? Yəni, əgər ancaq 8 və 4 8 və 12 verilsəydi, bu yazdığımız kod düz olardı. İndi sizə belə bir sual verirəm. Bu foru bir dənə xatırlayın. Sadəcə bu foru. LLN sinen for int i birdən i kiçik bərabər n-ə i plus var. Bu forun içi üçün biz nə dedik? Bu forun kodun içinə nə yazsam, n dəfə təkrarlanırdı, düzdür? Hatırlayırıq bunu. Hamı yadındadır. Onda mən bunu buradan kopyalasam, buraya yapıştırsam, bu n dəfə təkrarlanacaqmı? Təkrarlanacaq da, düzdür? Onda baxın, sanki nə baş verəcək? Birinci bu ədədimiz budur. Baxın, n. N-ə al məntiqi 2. Sonra get 2 dəfə təkrarla. Hər dəfə 2 dənə ədəd götür. Bunu hesabla və çıxışa ver. Baxaq. Biz 8 və 12 üçün bir dənə cavab, 4 və 6 üçün də bir dənə cavab verəcək. Başa düşdüyümü? Bəli. Qaranlıq bir şey var. Xeyr. Qəşəng. Sonra T-yə də baxdıq. Bunu izah eləməliydim çünki U ədədin bölənlərinin cəmi. Nə istəyir? Yəni sualın işarəti nədir? Ədədin bölənləri nədir? Bir n ədədi varsa, i ədədi nə vaxt onun böləni olur? Kim deyər? Mən necə? Ədədin böləni nə deməkdir? Yəni bir n ədədinin bölənləri deyəndə nə nəzərdə tutulur? N-ə dedim, N-ə bölünəddir. Aysa n-ə bölünən ədədlər. Məsələn, 12-nin bölənləri deyəndə nə nəzərdə tutulur? 1, 2, 3, 4, 6, 12. Düzdür? Baxsaq, nədir bu? Yəni 12 1-ə bölünəndə bölünür, 12 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür, 12-yə bölünür. Məsələn, 9-a bölünmür. Onun üçün böləni deyil. Tamam? Və belə də böləni olub olmamağın yoxlamağın ən rahat yolu biz bilirik ki, faizdir. Yəni n ədədini i-yə bölsək, 0 alınırsa, yəni qalıq qalmırsa, deməli bölünür də. Bunu əvvəlki suallardan bilirik. Onda və biz də həm də bilirik ki, ədədin bölənləri 1-dən özünə qədərdir. Yəni, o aralıqdadır, böləni varsa. Onda mən nə edəcəm? N alandan sonra 1-dən n-ə qədər gedib, yoxlayacam ki, n faiz i 0-dırsa, nə bilim, count artıq, yəni bölən tapdım bir dənə. Elə count olsun 0. Deməli, i bölünürsə, cavabı artır və totalda nə qədər sayımısansa, count-u. Həmin o count-u da çıxışa ver.
90. 12'nin biz bəhanətdən bölənini tapdıq. Hadi yazdıq. Ne yazdık bölənləri? 1, 2, 3, 4, 5, 6 dənə böləni var. Tamam, baxaq. Mouse ne işləmir? Ha, 12'nin 6 dənə böləni var. Aydın uşaqlar, bölənlər necə tapılır? Yəni Bəli. Düzdür, bu hələ ki ən sadə versiyasıdır bölənin tapılmağının. İnşallah bunun daha qəlizlərini 1-2 dərsə keçəcəyik. Amma hələ ki bəs eləyir. Sədiyar başa düşdük. Bəli. Qəşəng. Və ədədin tərs şəkildə çıxışa verilməsi. Siz Allah bunu neyini səhv yazmısınız? Və kim səhv yazıb? Ayan. Neynəmsən? Siyat n faiz 10. 91 var. 91 verib. Bax, niyəsini tapsan çox möhtəşəmdir. B deyim ki, Murana verməmişdim. Problem orada. nə verməmsən? Murana verəndə daha təbii ki, amma nə qeydini tapamadı. Rana vermisən, amma tapa bilməmsən, düzdür? Bəli. Ay Safa, sən bax buna gəlirəm. Sözüm olaraq bax bayaq buna gəlirəm. İlk sual yadındadır. Sən nə üçün tənbih elədim? Bəli. Nə idi orada problem? Murana verməmişdim. Okey, amma sonda problem nə çıxmışdı orada? Mən biləyəm. A sualını xatırla. Indi. Yo, A sualı. Indi. A sualı. Mən A'da mən mən yəni bir dəqiqə. Bu. Tamam, mən bildim. Bax, niyə? Niyə burada səhvdir? Çünki bax, eyni prosesdir. Sən n sıfır olanda bu while-ın içinə girmir. While-ın içinə girmədiyi üçün də çıxışa heç nə vermir. Aydındır? Sən onun üçün bir dənə bax, burada lazımdır artıq. Görsən ya, özünə görə bilərsən ki, lazımdır. Sən onu yoxlamalısan ki, əgər sıfırdırsa, hə, çıxışa sıfır ver. Aydındır? Əks halda heç bir şey eləmə. Tamam? Orada bir yax yazılmışsa var. İlk bərabərdə n-si bərabərdə 0. Bərabərdə 0. Olmayan lazımdır mənə. Ay sağ ol. Səbəbi başa düşdün. Çünki Hə, sıfır tamam. olanda kod run olmur. Tamam? Tam olmuşdu. Sonra Tam olmuşdu. Sədiyar, səndə. Yəni, səndə 91, səndə də bax. N sıfır olsa, sən kodun while-ın içinə girmir. Düzdür? Razıyıq mı bu ilə? Bəli. Aha, girmədiyi üçün çıxışa heç nə vermir. Və sən kodun həqiqətən yazsan o kodu. Gəlin yoxlayaq da birimizin kodunu. Baxın, nə yazırsa 12 yazın sizə 21-i verəcək. Amma 0 yazsan yazacaq no output. Yəni heç bir çıxış yoxdur. No output. Görsən, heç bir çıxış yoxdur. Amma 0 verməlidir. Necə eləyək? Gəlin yoxlayaq ki n 0-dırsa, Siyat 0. Sağ ol. Mən onu yazsam elə hamısı olacaq da. Hamısı deyək ki, yəni O 9% Aha, alacaq 9% ilə bir dənə 0 olma halıqda. Bir dənə haldır. Bilməm. Sonra V-yə baxdıq, W. Bir də ədəd verilir. Ədədin içindəki cüt rəqəmlərin sayını tapmalıyıq. Bayaq aşağı yuxarı bunun kodunu yazdıq. Yəni hasilə yazdığımız sualda biz təklərin sayını tapırdıq. Düzdür? Yəni orada hasil vermək əvəzinə biz count-u çıxışa versək, elə axtardığımızı tapırıqmı? Tapırıq da, düzdür? Qısaca yaza bilərik. Yazmaqda problem yoxdur. N-sinin bunu ehtiyac da yoxdur. Bu səfər elə count olsun 0. Əgər n faiz 2 0-dırsa, yəni ədədin son rəqəmi yox, bir dəqiqə, cüt istəyir. Bunu düzdür, bu şəkildə də yaza bilərsiniz. n faiz 10 faiz 2 şəklindədir. Yəni ədədin son rəqəminin tək cütlüyünə baxa bilərsiniz, amma heç buna baxmasaz da olar. Onda count-u artır.
Əks halda n bölü 10 sonra count-u çıxışa ver. Count, count. Qarnı hasa varmı? Hayır. Yəni, bəli, aşağı yuxarı bunun koduna baxmışdım. W Z-ə qədər vermişdim, düzdür? Tamam. X. Hə. For sualı, adi for sualımız. Nə istəyir? A-dan B-yə qədər ədədin kvadratlarını ver. Sonra tərs şəkildə B-dən A-ya doğru da ədədin kublarını ver. Yaza bilərik, əslinə baxsaq yazarıq. Gəlin görək necə yazarıq. Mən o birincidə kvadratını tapır, sonra kubunu Ay, sağ ol. tərsinə. Tərsinə. İndi mənə deyin görüm, for sualıdır, while sualıdır. Bu mənim for. Hamı fikirdədir. Ben. For sual, düzdür. Bir dənə A var, B var, sin A, B. Birinci for quraq, birinci forumuz olsun A-dan. X idi bərabər B-yə, I++. İçini yazmıram hələ, içi qalsın. Keçirəm o biri fora. For int, bu səfər I başlayıram B-dən, I böldü bərabər A-ya, I minus minus. Birinci normal şəkildə gedir, yəni kiçikdən böyüyə doğru, ikinci böyükdən kiçiyə doğru. Razıyıqmı bu ilə? Birincidə siyalt i vurulsun i, digərində isə siyalt i vurulsun i vurulsun i'dir. Ay, sağ ol. Siyalt I vur. I vur i'dir. İndi kim bu sualdakı səhvi mənə deyər? Ran eləmədən. Oradakı səhvi. Mənim sual nə isə? Aralık bölüyorlar. 0 ile 1000 arasında. Necə? Orada aralık koyup 0'dan 1000'e kadar AB'ni alması olabilir o. Bu nəzərdə tutursan? Yox. Bu biz demişik ki, nə verilirsə hər zaman düzdür. Rəşid sualda deyir ki, A-dan B kimi ədədlər var. Bunların bir dəfə kvadratlarını ver, bir dəfə də kublarını ver. Amma bir dəfə düzünə ver, yəni kiçikdən böyüyə doğru, bir dəfə böyükdən kiçiyə doğru. İndi soruşuram ki, son həllini yazmışıq. Səhv nədir? Ben orada Səhv Birincisi, yazmışsınız. Nəysə səhv yazmışsınız ki. mən orada birincisi A'nın yerinə orada minimum AB olmalıdır. Orada B'nin yerinə maksimum AB olmalıdır. Buna bax, bu şərt verilir. Yəni A hər zaman B-dən Hə, kiçik bərabər. Yəni o ehtiyac yoxdur ona. Başqa, yəni kim səhv tapa bilər? Diqqətlə baxın. Həm siz orada səhv yazmışsınız ki. B deyək, səhv var. Səhv yazmamışam, səhv var. Ha? Biraz da baxın, tapmasaz kodran eləyəcəm, özünüz görün. Müəllim, i minus minus yazmışsınız, o ola bilər. Yox, deyil. O səhv deyil. Niyə? Niyə səhv deyil? Onu kim izah eləyər birinci? Nə Mən deməli? nəyə səhv olmalıdır ki? Niyə səhv? I minus minus səhvdirmi, düzdürmü? Düzdür müəllim. Düzdür. Niyə? Bir nəfər izah eləsin. Çünki operasiyadır. Niyə plus plus deyil? Onu izah elə. Niyə plus plus yazılmadı? Çünki böyükdən kiçiyə gedir. Aysa, çünki B daha böyükdür də. Yəni sən 100-dən də ki 0-a doğru gedirsənsə, plus plus eləsən 101, 102 gedəcəksən. Amma minus minus eləsən 0-a doğru 99, 98 kimi azala gedəcəksən, Rafiq. Tamam? Bəli. Aha, səhv nədir? Heç kim tapmadı. Mən əli yazdım. Mənim inputu yazmamışsınız. Yox, o səhv sayılmır. 130-dan məsələn 135-ə kimi ran eləsəm. Düzmü verəcəksən? Mən deyim, mən bildim. Orada Endel yazdım. Ay sağ ol. Bax, problem oradadır. Baxın uşaqlar, aləm dəydi bir-birinə. Hə, bunlardan hansı nədir? Okey. Bir dənə siyah endel yazılmalıdır buradakı. İki sətir bir-birindən ayrılsın. Gördük? İki sətir bir-birindən ayrıldı. Həm elə sıra saymaqla da tapa bilərik. Tamam, amma şeyin işi gücü qutarıb mı ki, sən oturub şeyləri saysın, sətirləri saysın.
Okay? Sənin özün üçün yazsan, hə, bəlkə də düz deyirsən. Oturub bir-bir saya bilərsən. Amma kodu özün üçün yazmırsan, sualın şərti üçün yazırsan. Okay? Başa düşdüyümü? Bəli. Onun üçün bax, belə, nə yalan deyim, bəlkə mən də ilk baxışda fikir verməzdim, nə bilim, görməzdən gələrdim bu səhvi. Yəni, end oldu da, yəni, belə bir wow səhv deyil əslində. Amma run eləyən kimi, baxın, end olmadan run eləsək, gözə batacaq, yəni bu səhv. Görürsünüz, o dəqiqə gözə batır. Ona görə də səhv axtarmanın ən rahat yolu run eləməkdir. Run eləyin, vəssalam, səhv o dəqiqə gözünüzün qabağına gələcək. Y, Matrix. Bunu deməmiş mən evə vermişəm. Bu neçə nəfər yazıb? Sədiyar, özün yazmışsan bunu. Mən orada 2 dənə ədəd verir də, o 2 ədədin hasilinə qədər ədədlər olur. Məsələn, 3 ilə 1 vurursa 3 eləyir. İlk 3 ədədi yazırıq da elə. Birdən 3-ə qədər ədədlər yazırıq. Uşaqlar, burada məsələ nədir? 2-nin 3-ə deyir. Baxın, 2-nin 3-ə. Yəni, hər sətirdə 3 dənə olmaqla 2 sətir bu şəkildə bir-bir sırayla ədədlər verməliyik. Bunu istəyir. Normalda belə deyək. Belə bir şey yazaq. Bax, sırayla izah eləməyə çalışacağım ki, çox qarşılıq olmasın. For qursam, adi bir for ki, i bərabər 0-a, i kiçik n, i plus plus. N-nəm götürüm, son şərtinə N-nəmdir. N, düzdür, fərqi yoxdur, amma olsun. N. Baxın, mən siyahut deyək adi hello versəm və endl versəm, nə baş verəcək? 2 və 3 yazıram bura. 2 dənə belə də hello-nu alt-alta verəcək, düzdür? Bunun problemi yoxdur heç kimin. Bunu 5 eləsəm, 5 dənə hello-nu alt-alta verəcək, düzdür? Hamıya aydındır da bu. Tamam. Bir dənə deyək ki, eynisindən bir dənə for qursaq. Mən axı orada indi biz 3 verdik də burada. Orada niyə 3 dənə hello olmur onda hər sətirdə? N yazmışam axı. Nə məlim? N yazmışam axı. Yox, onu bildim, mən bildim. İndi M verək. M. Sadəcə bu səfər hello əvəzinə deyək ki, bir dənə adi A qoyaq. İndi burada da yəni sadəcə boşluq qoyaq. Yəni endl yoxdur. İndi nə baş verəcək? Ən altda da 3 dənə A verdi. Bununla da razıyıq. Yəni bunu mən 10 eləsəm 10 dənə də A verəcək. İndi uşaqlar, bayaqki məntiq. Bu kodun, sətrin, forun içində nə yazırsınızsa, onu n dəfə təkrarlayır. Onda mən bura elə bu forun özünü yapışdırsam, baxaq, tablara fikir verin. Nə baş verəcək? Sadəcə bir də önəmli olan nədir? İç-içi olanda dəyişən adlarını dəyişdirin. Yəni 2 dənə i olmasında hər birində. Məqsəd onsuz da eynidir, bilirik. Nə baş verəcək? Baxın, əslində 100 dəfə olur. 100 yox, 50 dəfə oldu. 50 dəfə A verdi, düzdür? Amma endl-da yazaq, yəni bir dəfəlik, siyahut endl. Baxın, nə baş verdi uşaqlar? Bax, bir dəfə bir forun içinə girir, 10 dənə A-nı yan-yana çıxışa verir və sonra 6 sətrə düşür. Və bu prosesi də 5 dəfə təkrarlayır. Dolayı yolla biz nə əldə edirik? Baxın, belə bir matrix əldə edirik. Bu hamıya aydındır, bu necə baş verir? Ayan, Sədiyar, sizə də aydındır. Bəli. Aha. İndi bunun üstünə necə istəyirsə oynaya bilərsiniz. Məsələn, mən bura sadəcə 4 yazsam, belə, sadəcə 4-lər olan bir şey verəcək. Atıram, 1 elə P dəyişəni yaratsam, sadəcə çıxışa P versəm, nə baş verəcək? Hər dəfə P sıfırlar verəcək. Amma P-dən sonra bir boşluq qoysam, hər dəfə sıfırlar arasında bir belə boşluq qoyacaq. Və ən maraqlısı burada gəlir. Mən P-ni 1-ə bərabərləsəm və P-dən çıxışa verəndən sonra P-ni plus plus desəm, avtomatik baxın, sanki belə bir matrix yaradacaq. Aydındır? Necə baş verir? Hər ədədi verəndən sonra bir dənə çıxışa boşluq verir. Yəni P-ni artırır da, yəni sən
2-3-ü yoxlayaq indi elə təzədən. Bax, 1-i verdi, artırdı. 2-ni verdi, artırdı. 3-ü verdi, artırdı. Bu şəkildə hər dəfə çıxışa verəndən sonra artırır da ya, dolayı ona nə baş vermiş olur? Nə baş vermiş olur? Belə matrix yaranır. Aydındır uşaqlar? Bəli. Dəqiq hamıya, Bəli, ayan, aydındır. bəli. Qəşəng. Sonra bu da Y sualınız. Qalır son Z sualı. Sistem çöktü, təbii ki. Bicat çöktü. Nə pis oldu? Ben girip çıxın. Onluq deyil böyük ehtimal. Mən dolanır. Yəqin nəsə biraz şeylər, bərpalar olur. Tamam. Z sualı da ümid edirəm asan sual idi. Dərsin sonuna qədər çatacaq, baxarıq. Olmasa yenə sualda da baxarıq sonra. Homeworkləriniz aşağı yuxarı hamıya aydındır. Bugün nələrdən danışdıq? Bəli. Okey. Bəli. Bugünkü homeworklərdən heç kimin qaranlıq qalan nəsə olmadı. Xeyr. Hayır. Hamı okeydir. Bu belə. Bu öz yerində. Dediyim kimi bu biraz sonra açılsa girərik. Onun üçün gəlin yeni bir şeydən də danışaq. Bugün danışmaq istədiyim son mövzudan. Faizlə bölmə bəli. Nə? Faizlə bölmə. Bölən məsələsi. Onun dediyi onsuz. Onun hələ ki o qədər bəsdir. Uşaqlar, artıq belə biz indiyə kimi dediyim bu dərs və bundan əvvəlki dərsi saymasaq, yəni o exam yazdıq. Examə qədər keçdiyimiz mövzular xətti alqoritmləri idi. Yəni dövr yox idi da düzdür orada. Ancaq kod sətir işləyirdi. İndi keçən dərs və bu dərsdən etibarən artıq looplara başlamışıq. Yəni dövrlər var və belə deyək. Bu dövrlərdə biz kodumuz bir neçə dəfə run ola bilir də. Yəni bir sətir birdən çox run ola bilir. Və uşaqlar, əslində nə qədər biz bunu hiss eləməsək də, hər bir kodun işləmə müddəti var. Bu nə deməkdir? Məsələn, əslində sualları göndərəndə qısaca baxsaz, yan tərəfdə görə bilərsiniz ki, bir ms yazılır. Nəsə ms. Bu nə deməkdir? Kod neçə millisaniyə işləyir. Yəni 1 saniyənin mində birinin neçəsində işləyir. Məsələn, yaxşı, bu ms nədən asılıdır? Kodumuzun içindən neçə dövrdən istifadə olunursa ondan asılıdır. Baxaq. Məsələn, xətti alqoritmlər üçün, yəni adi if sualları bir ms-ə işləyir. Yəni heç bir dövr olmadığı üçün kod aşağı yuxarı bir ms-ə demək olar run olur. Yəni 1 saniyənin mində biri. Mində biri. 1 ms-dir. 1 ms sayılır. Yəni mində 1 saniyəyə işləyə bilir kodumuz. Və çox zaman fikir versəz, bizə hər sual üçün 1 saniyə limit var. Yəni kod 1 saniyə ərzində run olmalıdır. Aydındır? Bura kimi qaranlıqsa var, kiməsə. Narahat olmayın, fizikadakı kimi çevirmələr eləməyəcəyik. Sadəcə yüngül bilsəz bəs eləyir. İndi gələk nəyə? Time limitin hesablanmasına. Artıq biz sizlə time limit anlayışı öyrənməyə başlayacağıq. Time limit nədir? Time limit odur ki, biz 1 saniyə ərzində 10 üstü 7 ya da ki 8 aralığında bir ədəd. Bu aralıqda dövr eləyə bilərik. 1 saniyə ərzində. Yəni forumuz bu qədər fırlana bilir. Yəni bu qədərə qaldırır. Bundan çox olsa artıq bizim time limit dediyimiz error alacaq. Baxın, indiyə kimi biz görmüşük, wrong answer görmüşük, compiler error görmüşük. Artıq təzə errorumuz time limitdir. Wrong answer o idi ki, kod işləyib qutarırdı, amma səhv cavab verirdi. Accepted onsuz da bilirik, yəni düzgündür, hər şey işləyir. Compiler yazıda nəsə səhv var, mən bilim Cout-un C-nin əvəzinə, nə bilim onun əvəzinə 0 yazılmışsınız, nəsə yəni yazılış səhviniz var. Time limiti isə o deməkdir ki, sizin kodunuz işləməyə başlayır, yəni compiler deyil,
yazı səhvi yoxdur. Amma bitib qurtarmır. Yəni 1 saniyə ərzində, verilən vaxt ərzində işləyib qurtarmır. Bu nə zaman ola bilər? Time limitində artıq 2 dənə növbən görəcəyik. Biri sonsuz loopdur. Infinity loop deyilir buna. Inf loop yazacağam qısaca. Bir də ki, sadəcə sonuludur. Yəni finite deyirlər qısaca. Amma şeydir, yəni böyük, çox sayda dövr eləyir. Tamam. Dövrlərin sayı o qədər çoxdur ki, bax bayaq dediyimiz məsələ. Bu rəqəmlərə sığmır. Bunu indi ətraflı izah eləyəcəm, yəni bura çox takılmayın. Birinci bir də infinite looplara baxaq. Görə bu nə vaxt olur? Məsələn, nə vaxt infinite loopa düşə bilirik? Artıq istəyərdim bunu kod bloksda göstərim. Gəlin bunu kod bloksda göstərək. Çünki şeydə qaranlıq olacaq. Ben de. Aha. Biz indi gələcəkdə keçəcəyik kod bloksa da yəni. İnşallah. Mənim orada yəni kod bloksla Visual Studio'nun fərqi var. Orada deyəndə ara nəzərdə tutursan. Yəni gələcəkdə keçsək, çünki mən əvvəlcədən Visual Studio'da işləyirdim. Yəni ona görə. Sənə çox pis bir dənə xəbərim var. Visual Studio keçməyəcəyik. Çünki mən Visual Studio işlədə bilmirəm. Amma Codebox-a 100% keçəcəyik əvvəl axır. Mən də Visual Studio kodda işləyirəm. Tamam. Belə də problem yoxdur. İşlədə bilirsinizsə işlədin. Amma mən sizə ancaq Codebox-da öyrədəcəm. Tamam? Belə də onsuz öyrədəcəm dediyim Rafiq Rəşid şey yoxdur. Yəni onsuz da biz əsasən koddan danışırıq. Yəni proqramın heç bir önəmi yoxdur. Tamam? Kod özü bəs eləyir. Proqramı da harda yazırsınız? İstəyirsiniz gəlin hətta bir şeydə yazın, online yazın. Heç bir fərqi yoxdur. Yəni harda yazmalısınız çox da bir önəmi yoxdur. Hə, mən nədən danışırdım uşaqlar? Baxaq. Deyək ki, n var. N olsun məsələn 10. Bir dənə for qıraq. For int i olsun 0, i kiçik n, i++. Biz nə dedik? Məsələn, shout i desək da end verək. Məntiqən bu kodu run eləyəndə nə baş verməlidir? 1-dən 10-a qədər ədədlər verməlidir. Razıyıq mı hamı? Bəli. Run eləyək. Bəli. Kodu save eləyək. Desktop-a. Save. Niyə permission denied verdim bunu? Bir dəqiqə. Müəllim, o bir kodda siz using namespace yazmamışdınız. Yazmamışdım. Mən Dəqiq. bəli. Yazmamışam, düz deyirsən. Using namespace. Baxın uşaqlar, biraz belə böldüm. Bu şeydə nifrət edirəm, çox. Bu böldə bilirəmmi? Böldə bilmişəm, bilmirmişəm. Mən Ctrl üstə gəl yazım da. Olmur. Olmur. Uşaqlar görə bilirsiniz ekranı, rəqəmləri. Ya belə də 0-dan 9-a kimi olduğunu heç fərqinə vara bilirsiniz. İndi baxın, gəl bunu biraz böldək. Elədim 100. Bax, belə də o qədər tez run olur ki, biz hələ ki onu görmədik. Gəl biraz daha böldək. Nə bilim, belə böyük bir ədəd qoyaq. Baxın, görürsünüz, anında run olmur. Görürsünüz, biraz çəkdi. Yəni,
ekrana verməyi biraz bir müddət çəkir. Biraz daha da artırıram. Artıq baxın, yəni qaranti olaraq deyə bilərəm ki, bu 1 saniyədən çox çəkdi də, düzdür? Yəni kod hələ run olur. Və bu infinity deyil. Yəni bu bir yerdə qutaracaq, düzdür? Fortnite-dır da mən. Hə? Bu Fortnite-dır. Finite. Yəni infinity Finite. sözünü infinity Sonsuzluqdan qısa. Aysa finite belə deyilir deyəsən. Yəni mən də tam əmin deyiləm ingiliscəsini. Ya bizə verilən vaxtdan biraz çox. Biraz yox, bayağı bir çox olur da bu prosta. Nə nəzərdə tuturam? Aysa bu sonludur, amma çox çəkir. Aydındır? Bitməyi üçün biz sadəcə icazə verilən nədir? 10 üstü 7-dir. 3 1. Baxın bu hardasa 1 saniyə əslində run olmalıdır. Sadəcə kompüterin sürətində önəmi var. Məsələn, mənim kompüterimdə bir dəqiqə böyük ehtimal yavaş run olur. Çox yavaş run olur. Amma məsələn, yəni normal şey olaraq, icazə olaraq 10 üstü 7 bəs eləyir. Yaxşı. İndi yaxşı biz nədən danışaq? Nə vaxt infinite ola bilər? Məsələn, belə bir şey yazaq. Heç n ehtiyac olmasın. While 5 4 kiçikdir 10. Bu şərt hər zaman düzdürmü? Yəni nə olur olsun hər zaman düzdür də. Tamam. İşte baxın, bu kodu run eləsəm, bu sözün həqiqi mənada sonsuza kimi gedəcək. Aydındır? Bu kod, yəni durmadan hello verə-verə gedəcək. Bu artıq həqiqətən sonsuzdur. Hamı başa düşür bunu? Bəli. Bəzən, məsələn, yazdığımız bəzi kodlar istəməyərəkdən sonsuz olur. Necə? Bunu artıq durduraq. Bu bəsdir. Məsələn, belə bir kod yazaq. Amma çıxmaq istəyirəm. LLN, sin n, LL i olsun məsələn 0, while i kiçikdir n-dən, i++ cout i. Baxın, indi belə bir şey yazsam, qəribəlik yazsam, i bərabər 0 yazsam. Sizdə bu sonlu kod olacaq, sonsuz kod olacaq. Məndə gəl baxın. Bu koda baxın. Baxın, mən bura 10 yazsam, uşaqlar. Baxın, ancaq 1 verir ekrana. Niyə? Çünki mən bura 0 elə demişəm. Bu heç vaxt heç belə də hər zaman forun, while'ın sonunda özünü nəyə bərabər eləyir? 0-a bərabər eləyir. Düzdür? O ki sonsuza qədər gedər. Aysa bu sonsuza qədər 1 verə-verə gedəcək. Baxın, uşaq, bunu niyə izah eləyirəm? Bəzən istəməkdən kodumuzun içinə elə bir belə də detay əlavə eləyirik ki, səhvən. Yəni deyək ki, bunu səhvən əlavə eləmisiniz. Əslində i 0 yox, başqa şey eləmək istəyirdiniz deyək ki. I yox, məsələn deyək ki, hansısa n-i 0 eləmək istəyirdiniz. Amma səhvən nəsə dəyişmişik və bu dəyişiklik istəməkdən söhbət gedir. Belə kodumuzu sonsuza çevirir. Yəni sonsuz dövrə salır və belə də deyir ki, time limit verdi. Niyə time limit verdi? Hə, artıq sonsuz dövrə düşdüyü üçün. Aydındır? Bəli. Bu olur bizim birinci taypımız. Bayaqdan danışdığımızın birinci taypı. İkinci tayp isə artıq dediyimiz nəyə gəlir? Bunu rahat başa düşmək istəyirsinizsə, ikinci taypı. B düşünün. Düşünün ki, bir for var. For int i başlayır A-dan. I kiçikdir, bərabərdir n ya da b lab i++'dır. Sadə bir forumuz var deyək. Tamam. Sadə bir kod yazmışıq. Bu kodun time limitə düşməmək üçün b-a kiçik bərabər olmalıdır 1-yə 10 üstü, yəni belə 7-də. Tamam. 7 ya da 8-də, yəni bu aralıq 10 üstü 8, yəni bu iki ədəd arasında bir yerdə olmalıdır. Okay? Məsələn, bizə desə ki, 1-dən 10 üstü 9-a kimi ədədlərin cəmini tap. Siz də bunu yaza bilərik forla. Yaza bilərik. Mən nə dedim? Bax, time limit olub olmadığını təyin eləməyin yolu forumuz A-dan B-yə qədər gedirsə, yəni belə yazmışıqsa, B-A
kiçik bərabər olmalıdır 10 üstü 7-dən ya da 10 üstü 8-dən. Yəni bu aralıqda bir şey olmalıdır. Gəl hətta bir dəfəlik 10 üstü 8 deyək. Tamam, 10 üstü 8-dən kiçik olmalıdır. İndi soruşuram. 1-dən 10 üstü 9-a qədər ədədlərin rəqəmlərinin cəmini formla tapa bilərəm. Bəli. Tapa bilərəm. Bax, nə edəcəm elə yazsam. Bura 1 yazacağam, bura 10 üstü 9 yazacağam, düzdür? Bu neçə dəfə dövr gedəcək? 10 üstü 9 çıxılsın bir dəfə. Hə, indi bu bərabərlik düz oldu. Bəli. Bu bərabərlik düzdür, bala. 10 üstü 8 də olur. Bu 10 üstü 9-dur. Bu da 10 üstü Digəri? 8-dir. Xeyr onda bəli. Ay sağ ol, olmadı. Bəs 10 üstü 8-ə kimi ədədlərin rəqəmlərinin cəmini tapa bilərəm. Bəli. Ay sağ ol, bunu tapa bilərəm. Aydındır. Nə vaxt time Bəli. limit olduğunu necə hesablamaq lazımdır, onu başa düşdük. Bir də Bəli. vermək. Bax, bir də deyərəm. Ayan, bax. Deyək ki, for yazmısan, düzdür? A-dan B-yə qədər. Okey? Bəli. Yeni ədəd qoydu, yəni neçə istəyən yazmısan deyək ki. Bilmək istəyirsənsə ki, time limitdir ya yox. B-dən çıx A-nı. İndi bax, çıxdığın cavab 10 üstü 8-dən kiçikdirsə, time limit deyil. Amma böyükdürsə, demək time limitdir. Aydındır? Bax, 1-dən 10 üstü 9-a kimi hesablasan, bura 1 yazacaqsan, bura 10 üstü 9 yazacaqsan, düzdür? Bəli. Aha. Onda indi 10 üstü 9-dan 1 çıxsan, 10 üstü 8-dən böyükdür ya kiçikdir? 9-a 1 çıxsa ham verilir. Mhm. İndi müqayisə elə də 10 üstü 9 çıx 1 böyükdür, yoxsa 10 üstü 8? 10 üstü 9 çıxsa 1. Aysa, onun üçün demək, bundan böyük olduğu üçün time limit verəcək. Aydındır? Tamam. Bəli. Açıldı. Belə. Time limitdə bu qədər. Yəni biz sualı yazıb yaza bilməyəcəyimizi buna əsasən qərar verəcəyik. Və buna da baxaq qutaraq onda. Bir də Z-ə də baxaq. Baxmışkən sonra bir dənə Z-imiz qalıb. Bu da inanmıram çətin sual olsun. Yenə bunun 3 rəqəmlisini bayaq yazdıq. Hansı sual idi orada? O indi bildim məlim onu. Okey, yəni 3 rəqəmlisini yazmışıqsa 4-ü əlavə eləmək, bir dənə 4 əlavə edirsən. Yəni bir dənə T4 əlavə edirsən, qutardı. Tamam? Bəli. Bu da belə. Bir dənə mən sizə homework deyim, nə verirəm. Hər şeydən birinci, Mən A-ları yazaq. hər şeydən birinci bu boşları tamamlayırsınız, hamı. Bir dənə burada K qalır, yəni bunu bayaq da demədik. Qalan hamısını yazırsınız. Tamam? Boşlar. Bəli. Plus. Bu A-ları yazaq. Mən Yaza bilərsiniz. Yaza bilinəcək sualdır. AB olar. AC. Yadıma salın, buna bir dənə nümunə göstərim. AD, AY, previous. Yaşayan bir dənə AC nümunə göstərək. Uşaqlar, baxın. Artıq, bax, buna oxşar bir dənə sual görmüşük. İndi davamını görək. Bizə nə deyir? Deyir ki, bizə ədədlər verilir müəyyən qədər. Tamam. Və bizdən input almağımız istənilir. Nə deməkdir bu? Gəlin biraz ətraflı danışaq. Belə bir şey yazsaq, baxın, gəlin compiler'a qayıdaq. Uşaqlar, while'ın içinə 1 yazsam, baxın, bu bayaq yadınıza gəlir. Dediyimiz bayaqki sonlu dövrdür. Sonsuz dövrdür, düzdür? Çünki hər zaman true'dur while'ın içi və durmadan davam edir. Bunu başa düşürük. Yəni 1 bərabərdir 1 yazmaq kimi bir şeydir də bu. Yəni hər zaman davam edir. Mən bura ll n desəm və sin n desəm, bu evi durmadan ədədlər almaq istəyəcək buradan. Və if n bərabərdirsə 0-a, onda break elə.
kodu bir dənə göz gəzdirək. Görək nədir bu? Nə baş verir bu kodda? Onda baxıb görərik ki, sanki nə baş verir? Biz durmadan ədədləri alırıq. Amma haçanki 0 gördük, while-ı durdururuq. Başa düşdük? Baxaq, məsələn, deyək ki, hətta bir dənə belə də shout ans verək. Ans deyəmi, eni çıxışa verək. Baxın, deyək ki, 1, 5, 4, 2, nə bilim, -6, 0. Baxaq, görək nə baş verəcək. Baxın, uşaqlar, 0-dan başqa hamısını təzədən çıxışa verdi. Baxın, bura artıq neçə dənə ədəd yazdığımın heç önəmi yoxdur. Görürük, neçə dənə artırıram, hamısını təzədən mənə qaytaracaq. Aydınmı? Niyə ən sonda 0 var və bu 0 görür, durur? Səbəbini başa düşürük. Yəni 0 belə duracaq da. Ayşə 0 görənə qədər gedəcək, 0 görəndə duracaq. Tamam? Tamam. Amma Tamam. önəmli odur ki, uşaqlar, mən burada say bilmirəm. Yəni nə qədər yazıram, hamısını görəcək. Tamam? Və Tamam. bu mənə nədə xeyir verəcək? Məsələn, sualın şərtinə nə istəyir? Deyir ki, sekansin cəmini tap. Yəni hamısının cəmini tapmağımız istənilir. Nə edə bilərəm qısaca? Bir dənə sum dəyişəni yaradaq. Elil sum. Düzdür? Sum olsun 0. Neçə dənə ədəd yazıram. Hər dəfə çıxışa vermək əvəzinə, belə deyək, sum plus bərabərdir n. Yəni cavabın üstünə n-i gəl. Всё. Ən sonunda siyah sum. Bu qədər. Bu qədər ədədin hamısının cəmini indi mənə çıxışa verəcək. Baxa. 202. Və sağ. İndi oturub kalkulyatorla hesablamayacağam, amma yəqin ki düz verir. Düzdür? Okeydirmi? Kiməsə qaynanırsa var. Eyni məsələ AD üçün keçərlidir. Number of negatives. Mənfilərin sayı. Nə edəcəksiniz? Bir dənə if qoyacaqsınız ki, ədəd n kiçikdirsə 0-dan count-u artır. Və salam. Aydındır? Bu şəkildə hamısına bir-bir baxacağıq. AY eyni şəkildə. Sonra AF sadə sualdır. Sadədir. Sadə sualdır. Yenə AC kimidir. Odd numbers yenə AC'dir. Eyni. 2 dənə 3-ə 5-ə bölünməyən ədədlər yazmaq olar. First digit of number yazmaq olar. Maraqlı sual. Və uşaqlar, bir dənə son olaraq bunu deyim. Yaxşı, bəs indi maraqlı sual budur ki, biz dedik ki, axırda 0 var. Bu 0-a görə durur. Yəni breakimizi 0-a görə eləyir. Düzdür? Bəs mən desəydim ki, bəs heç axırda 0 vermirəm. Amma yenə də istəyirəm ki, nə qədər ədəd var, hamısını input alsın. Ondan nə edə bilərəm? Necə müəllim? Deyək ki, bayaq deyirdim ki, ən sonda 0 var. 0 görüb dururduq da, düzdür? Yəni kodumuzda bax, Bəli. 0-da durur. Deyirəm ki, 0-da sonda 0 yoxdur. Bu kod nə vaxt duracaq? Axı belə yazsam heç vaxt durmayacaq. While true'dur da. Necə eləyək ki, sonda dursun? Nə etmək olar sizcə? Hə? Kimin nə fikri var? Müəllim, yaza bilərik ki, yəni while-ın içində C-in bərabərdir 0 olsa. Hello. Biraz yaxınlaşdın. Bax. Uşaqlar, bizə əslində Özündə uşaqlar, sin operasiyası bizə həm də bir yes no qaytarır. Bu nə deməkdir? Yəni true false kimi. Mən input ala bildimmi ya yox? Bu nə deməkdir? Mən əslində istəsəm bunu buradan silib while-ın şərti hissəsinə yazsam, sanki belə eləyəcək. While soruşacaq ki, ədəd input ala bilirsənmi? Əgər yes olsa cavabı, deyəcək get al. Yəni bax, get 1-i götür. Sonra loop-dur da davam edir.
Sonra 4-ə baxacaq, 2-yə, -6-ya, bir-bir hamısına baxacaq. Ən sonunda 9-a gələndə 9-u input aldı. While keçdi növbəti tura. Baxın, ədəd qutardı. Yəni ədəd yoxdur da, sonuncu ədədi alıb. Soruşacaq ki, input ala bilirsən? While soruşacaq. Sin deyəcək ki, yox. Yəni mən artıq ədəd yoxdur da götürməyə. Düzdür? Ona görə də nə baş verəcək? Artıq while duracaq. Və salam. Yəni while durdusa bizə əsas o lazım idi. Bax, heç deyib bu necə işləyir while sin. Bəli. Okay? Yəni əgər sualın şərtində deyirsə ki, sonda 0 verilir, onda buna uyğun yazırsınız. Baxın, yəni o break yazdığımız var idi. 0 görəndə break atırdı. Ona uyğun yazırsınız. Yox desə ki, ədədlərin sayı bəlli deyil, onda while sindən yazırsınız. Tamam? Bəli. Bəli. Qəşəng. Sonra bir dənə tam olaraq bitirək. A-N-i yaza bilər. A-M. Bax, məsələn bu sual. Görürsünüz, neçə ədəd verildiyi bəlli deyil. Bilinmir neçə ədəd verilir. Onun üçün while sindən yazacağıq ki, hamısını input götürək. Tamam? Sonra Bəli. yaza bilərik. Bu asan sualdır, çətin görsənir sadəcə. AQ. Artıq məncə dövrlərə aid bilmədiyimiz heç nə yoxdur. Məncə dövrlərə aid hər şeyi bilirik əslində. Bir saniye. Axırlarını unuttum. Belə. Homework belə. Birinci, yəni keçən dərsdə verdiklərimi boşlarınızı tamamlayırsınız. Plusdakı əvvəlində A olan, yəni bir əlifbalıq AA-dan AZ-ə qədər. Tamam? Bəli. Rafiq Rəşid Aydınlı. Bəli. Belə. Bəli. Söz.